Növbəti sualımızı oxuyaq. Samir Allahverdiyev yazır ki, Hərşən müəllim, salam, aleyküm salam. İnsan necə olur ki, yuxu görür? Zəhmət olmasa bu barədə danışın. Çox sağ olun suala görə. İnsan necə olur ki, yuxu görür? Necə olur ki, insan həyatda görmədiyi bir şey yuxuda görür? Və bir müddət keçəndən sonra yuxuda gördüyünü insan həyatda da görə bilir. Bu necə baş verir? Bu sual zaman zaman insanları düşündürüb və məhz bu səbəbə görə də ruh elmi adlanan bir elm meydana gəlir. Necə fizika elmi, astronomi elmi, riyaziyyat elmi və ruh elmi. Amma tədricən çox çəkmir ki, bu elm aradan gedir. Nəyə görə? Çünki bu sahədə yeni bir nailiyyət ələ gəlmir. Ona görə də bu elm aradan gedir, itir. Amma 17-ci əsrin sonlarında nəzəriyyəsi biri-birinə zid gələn iki cərəyan meydana gəlir. Qədəri cərəyanı və cəbəri cərəyanı. Qədəri cərəyanının nəzəriyyəsinə görə Allah insanı yaradır və insanın həyatını proqram şəklində qurur və insan bu cürdə yaşayır, dünyasını dəyişir. Amma cəbəri cərəyanının nəzəriyyəsinə görə Allah insanı yaradır, insana ömrü təyin eləyir. Amma ömrü yaşamaq ixtiyarını insanın özünə verir. Yəni, insan öz iradəsində azaddır. Hər nə iş görsə, insan azaddır gördüyü işlərə və öz əməllərinə görə də insan cavabdehlik daşıyır, qiyamətin günündə öz əməllərinə görə cavab verəcək. Bəs necə olur ki, insan yuxu görür? Cəbəri cərəyanının nəzəriyyəsinə görə insanın vücudunda, bədənində bir yox, iki dənə ruh mövcuddur. Nəfs-i naqitə, heyvanı ruh, ruhi qüdsi, insanı ruh. Ruhi qüdsi, insanı ruh, məlaküt aləmindən gəlmiş lətif bir şeydir. İnsanın kəsif bədənində qərar tuta bilmir. İnsan yatarkən o insanın bədənini tərk edir, çıxır insanın bədənindən. Məlaküt aləminə qalxır. Öz rəfiqləri ilə görüşür. İnsanın gördüyü yuxu həmin ruhi qüdsinin isrası, onun səyahəti, onun gördükləri və onun eşitdikləridir. Bəs niyə görə insan ölmür? Ona görə ölmür ki, insanın vücudunda nəfs-i naqitə, heyvanı ruh deyilən bir ruh var. Ona görə insan hərəkət eləyir, insan nəfəs alır. İnsan ölərkən ruhi qüdsi və nəfs-i naqitə hər ikisi insanın vücudunu tərk eləyirlər. Onda insan vəfat eləyir. Bəs nəyə görə Qur'an-ı Kərimdə və yaxud başqa dini kitablarda, Zəburda, Toratda, İncildə, dini kitablarda, hədislərdə ruhlar yox, ruh barəsində danışılır? Ona görə ki, cəmlik, ruhlar deyəndə cəmlik meydana gəlir. Cəmlik 3 və ya üstəgəldən başlayır. 2 cəm sayılmır. Ona görə də dini kitablarda, hədislərdə insanın vücudunda ruh deyilə, danışılır, nəzəriyyə verilir, ruhlar barəsində yox. Amma bunların hamısı bir nəzəriyyədir. Nəyə görə bir nəzəriyyədir? İslam Peyğəmbərinə sual verirlər ki, ya Rəsulullah, ruh nədir? Onun zatı nədir? Nədəndir? Həzrəti Cəbrəil nazil olur, buyurur ki, ya Rəsulullah, deginən, ruh Allahın sirlərindəndir. O elmi, ruh barəsində elmi Allah insana öyrətməyib. Və dünya durduqca yuxu barəsində, ruh barəsində verilən hər bir nəzəriyyə, nəzəriyyə olaraq da qalacaq. Növbəti sualımıza baxaq.